Salam əziz dostlar və dəyərli izləyicilər. Mən dünən IELTS-də olan dəyişikliklərlə bağlı bəzi suallar gəldi və bu sualların içərisində olan bəzi hissələr var ki, bunları cavablandırmaq istəyirəm. İki ən vacib bir sual cavablandıracağım. O videonu mən hələ ki ümumi paylaşmışam. O videonun geniş formatı bu yaxın bir həftə ərzində gələcək. Amma ki, orada olan ən çox və vacib suallardan biri və tələbələrin narahatlıq yarada biləcək səbəblərdən biri danışıq bölməsində olan dəyişikliklə bağlıdır. Danışıq bölməsində dəyişikliyi əvvəldən mən bar-bar bağırıram. Çox üzr istəyirəm sözümə görə ki, danışıq məsələsində heç vaxt əzbərçi cavablara fokuslanmayın. Bu videoda mən kiminsə çörəyinə bais olmaq kimi bir funksiya daşımıram və kiminsə çörəyinə bais olmaq üçün bu fikirləri demirəm. Əlbəttə ki, hər kəsin ruzusunu Allah verir. Biz kimik ki, nə çarıyıq ki? Yəni ruzunu verən Allahdır. Allah bilən məsləhətdir. Amma mən həmişə bir məsələ deyirəm ki, ümumiyyətlə çalışın ki, hazır cavabları əzbərləməyin. Bəzən görürəm ki, yazırlar ki, hazır cavablar, filan vaxtda düşəcək imtahan suallarının hazır cavabları. Mən demirəm ki, almayın, əlbəttə ki, yaxşıdır, öz şablonlarınızı yaradırsınız. Amma examen ilə niyə görə sizə bal aşağı yerir? Səbəb ona görə ki, siz əzbərçi cavabları danışırsınız və examen ilə bunu bilir. Düşünün ki, eyni materialdan 50 nəfər hazırlaşır və onlardan hamısı examiner qabağına çıxır. Və examiner uşaq deyil, çünki onlar müxtəlif bir təlim keçirlər, psixoloji təlim var. Onların elə bilmin ki, sizin bugün dediyiniz bir cümlə examinerin yadından çıxır. Xeyr, əslində eyni cümlələri danışırsınız deyə examinerin əlbəttə ki, yadına qalır. Və bu nə deməkdir? Bu o deməkdir ki, siz ümumiyyətlə açıq-aşkar götürəndə həmin əzbərçi cavabları danışırsınız deyə bu sizin balınızın aşağı gəlməsinə gətirib çıxarır. Bəs belə halda biz nə etməliyik? 2026-dan bu qayda baş tutacaq, amma ki, mən 2025-də imtahan verən tələbələrimdə bir çox tələbələrdə rast gəldiyim bir situasiya var ki, eyni suallar düşmürdü bəzən fərqli suallar düşürdü. Bunu heç kim dana bilməz. Hansısa müəllim desə ki, yox, ancaq eyni düşür. Mən qısa konkret deyirəm, eyni sualların düşmədiyini bir çox tələbələr bu videonun komentar bölməsinin hissəsində təsdiqləyə bilərlər. Bəzən heç IELTS Assistant, IELTS Pro və Makar kimi materiallardan belə kənar düşə bilər. Çünki examiner görür ki, sən əzbərçi danışsan və avtomatik olaraq sənə başqa suallar verir. Buna görə də nə etmək lazımdır? Biz əslində ümumi mövzuları əzbərləməliyik. Daha doğrusu ümumi mövzulara hazırlaşmalıyıq. Əzbərçilik deyil, şablon cavabları hazırlamayın, metodikalarla işləyin. Bununla bağlı mənim kanalımda dəfələrlə videolar var və hətta köhnə kanalımda da, Adam Hüseyin kanalımda da var. Yəni çalışın ki, natural danışın. Yəni siz süni danışırsınızsa, bu avtomatik olaraq examiner tərəfindən tutulur. Çünki o examinerlər boş yerə o necə deyim, pozisiyaya gətirib qoymurlar. Gəlsin mən də olum examiner, o da olsun. Ola bilmir yaxı. Çünki onlar xüsusi hazırlanmış examinerlərdir və düzdür, hər bir examinerin özünə xüsusi bal vermə metodikası var və situasiyadan sonra dəyişir. Amma ki, əzbərçi cavablar verməyin. 2026-dan artıq həmin suallardan kənar suallar da verilə bilər. Bu hansı ki 2025-ci ildə hətta noyabr, oktyabr imtahanlarında, hətta sentyabrda, yayda belə rast gələn bir şeydir ki, fərqli suallar verirlər. Yəni, burada qorxulacaq heç bir məqam yoxdur. Hazırlaşın. İrəlidə daha geniş dəyişikliklər nələr olacaq, onlarla bağlı mən sizə videolar verəcəm. Sonda isə bir metodika sizə izah etmək istəyirəm. Bu metodika nədən ibarətdir? Ümumiyyətlə, speaking suallarına hazırlaşmaq istəyirsinizsə, ChatGPT vasitəsilə kömək alın. Məsələn, danışıqda olan ən vacib 20-25 mövzu var. Məsələn, insanlarla bağlı. ChatGPT-yə deyin ki, insanlarla bağlı sizə mövzu suallarını versin və həmin sualların istifadə edə biləcəyiniz mövzu sözləri versin. Siz mövzu sözləri öyrənin ki, orada istifadə edəsiniz. Ən vacib faktor budur. Yoxsa oturum cavab əzbərin. Bir şablonun üzərindən hər kəs hazırlaşanda avtomatik olaraq buna examiner aşağı bal verə bilər. Həmin şablonun üzərindən siz cavabınızı dəyişdirin. Ümumiyyətlə çalışdığınız qədər hazır cavablar verməyin. Naturalını verin. Bəzən tələbə deyir ki, mən danışanda examiner kəsirdi. Çünki sən əzbərçi danışırsan. Bu avtomatik strukturalardan biridir ki, əzbərçi danışığı avtomatik tuturlar və buna görə də sizə aşağı bal verilir. Uğurlar.